Rəhman və Rəhim olan Allahın adıyla. Hifz dərsləri Bəqərə surəsi 16-cı ayəmiz. İlk növbədə söz tərcüməyə diqqət edək. Əuzu billah, bismillah. Ulaikə işarə əvəzlidir. Onlar deməkdir. Əlləzinə o kəslər ki, iştərau, yəni satın almış kəslər. Əlləzinə iştərau, satın almış kəslər. Əd-dalalətə, dalalət, yəni ki, əyri yolu, yəni zəlalət kimi də deyə bilərik. Bil-hudə, yəni hudə hidayət sözündəndir, hədəyə, doğru yol əvəzində, yəni bir burada əvəzində kimi gedir. Yəni hidayət yolun yerinə, əyri yolu satın alma yerinə, əvəzinə, qarşı da deyə bilərik. Yəni hidayət yoluna qarşı əyri yolu satın almış kəslərdir. Yəni ulaikəllezine iştərau-dalalətə bil-hudə. Yəni onlar doğru yol əvəzində, doğru yol yerinə əyri yolu, yəni zəlaləti satın almış kəslərdir. Fəmə, fə elə isə mə rabihət. Rabihət, yəni xeyir gətirmədi. Mə burada inkarı bildirir. Xeyir gətirmədi. Elə isə xeyir gətirmədi. Ticaratuhum, yəni onların ticarətləri. Onların ticarəti elə isə xeyir gətirmədi. Və mə yenə inkarı bildirir. Nədən? Kənu sözü oldular, yəni oldu, idi, yaxud da cümlənin sonundakı dırdır kimidir. Muhtədin hədəyə sözündəndir, hidayət sözündəndir. Yəni hidayət haqq yolda deyə bilərik. Yəni hidayət olmadılar, yaxud haqq yolu tapmadılar da deyə bilərik. Ümumi tərcümə, onlar doğru yol əvəzinə, onlar doğru yol yerinə zəlaləti satın almış kəslərdir. Elə isə onların ticarəti xeyir gətirməz və haqq yolu tapmazlar. Yaxud elə isə onların ticarəti xeyir gətirmədi və haqq yolu tapmadılar. Təfsirində isə münafiq öz xeyir və ziyanının nədə olduğunu bilmədiyi üçün hidayəti azğınlığa satır. Ayədə buyurduğu kimi, onlar hidayəti əldən vermək bahasına azğınlığı almış kəslərdir. Dünya, bazar, insanlar alverçi kimidirlər. Alınıb satılan mal əməllərimiz, seçimlərimizdir. Necə ki, ayədə də buyurulub, almış kəslərdir. Ancaq bu alqı-satqı onlara xeyir gətirmədi. Möminin aqibəti hidayətdir. Ayədə buyurulduğu kimi, onlar öz Rəbbi tərəfindən doğru yoldadırlar. Lakin münafiqin sonu sapıntıdır. Ayədə buyurduğu kimi, onlar doğru yola hidayət edilmişlərin sırasına daxil olmadılar. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.